Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında Temu influencer və affiliate haqqında daha geniş miqyaslı bir video hazırlamaq istədim və daha geniş şəkildə ətraflı video çəkmək istədim. Söz verdiyim kimi buradan necə pul qazanmaq olar və bu qazancları necə balansa çəkmək olur, bunun haqqında video hazırladım. Təbii ki, bunun haqqında ətraflı məlumat verəcəm. Qeyd edim ki, bu affiliate proqramına qoşulmaq üçün videonun açıqlama bölməsinə birbaşa link əlavə etmişəm. İstər telefondan olsun, İstəyirsiniz kompüterdən olsun, birbaşa keçid edərək bu proqrama daxil olaraq həm bizə, həm də özünüzə dəstək olmuş olursunuz. Dostlar, buna keçid eləyə bilərsiniz. Həmçinin əgər bura necə sosial şəbəkə bağlamaq olar və videolar çəkərək oradan izləyici çəkmək olar, onun haqqında da videomuz var. Bilməyənlər üçün qısa bir şəkildə göstərim. Bu influencer bölməsinə daxil olursunuz dostlar. Influencer bölməsinə daxil olduqda, indi mən burada hesabımı yetkiləndirmişəm, amma siz istəsiniz buradan hansı sosial şəbəkəni istifadə edirsinizsə, bunu bağlaya bilərsiniz. Mən YouTube-u bağlamışam dostlar. Əgər TikTok istifadə edirsə TikTok-u və Instagram istifadə edirsə Instagram və yaxud da YouTube əlavə eləyə bilərsiniz. Qeyd edeyim ki, Temu ilə bağlı videolar və içəriklər olan hesabınız olmalıdır. Ən çoxu onu bağlasanız daha sizə yaxşı olar və buradan pul qazanmaq ehtimalı daha çox olar dostlar. Bunu da göstərdikdən sonra ən çox insanları maraqlandıran bölməni göstərim. Satış ortaqlığına dəvət proqramını. Baxın, mənim burada qazancımı göstərir. Yəni mövcud qazancım və burada gözləmədə olan məbləği. Bunların indi fərqini sizlərə qısaca anlatım dostlar. Yəni söyləyim ki, bunların fərqi nədir? Deməli dostlar, bu mövcud qazanclar nədir? Mövcud qazanclar odur ki, yəni sizin balansınıza birbaşa çəkə biləcək məbləğinizdir. Yəni bu birbaşa həmən dəvətlərdən gələn ödənişlər sizin balansınıza keçmir. O müəyyən incələmələrdən keçir və burada insanlar alış-veriş etməlidir ki, sizə bu məbləğlər gəlib otursun. İndi mən sizə bunu başa salım. Baxın, bəkləmədə bölməsinə klik eləyirəm. Məndə burada 2 dənə seçenek var. Həm bəkləmə seçeneyi, həm də qazanclar seçeneyi. Qazanclar odur ki, bu bəkləmədə olan hesabınızdakı pullar sizin qazanc bölməsinə əlavə olur. Yəni bu nəyə əsasən sizin hesabınıza əlavə olunur? Məsəl üçün burada gördüyünüz kimi bir ədəd ortaq dəvət etdim və 2 manat burada bu şəkildə gözləməyə alındı. Burada gördüyünüz kimi 58 gün sonra sona əriyor deyə belə bir yazı çıxır. Yəni bu nə deməkdir? Gətirdiyiniz dəvət 59 gün ərzində, yəni 60 gün ərzində kimsə dəvət etsə 2 manat ərzində və yaxud da hansısa bir məhsul alsa, onun 20% komissiyasını verir dostlar. Baxın, burada gördüyünüz kimi, burada məlumatlar bölməsi klik edərək bu məlumatı da oxuya bilərsiniz. Önərdiyiniz ortaq Temu ortaqlıq proqramına kazanım sağlandığında ödül hesabınıza aktarıla bilir. Buna yeni uygulama kullanıcıları dəvət edincə alınan bonuslar və kampaniya daxilindəki satın alınanlara ilişkin kampaniyalar daxildir. İlk komisyon 60 gün içində alınması ödülünün sürəsi də olacaqdır. Yəni 60 gün ərzində bu adam sizin kimi hansısa bir istifadəsini Temunun affiliate proqramına qoşmasa, bu 2 manat məbləği sizə vermir dostlar. Yəni 60 gün ərzində əgər həmin adam buradakı şərti qəbul edirsə, hansısa, misal üçün mən sizi bura dəvət elədim, 2 manat bura oturdu, siz də gedib kimsə dəvət eləsəz, bu 2 manatı balanssız otur. Təbii ki, burada çox böyük məbləğlər olan da olur, çox böyük deməyək, yəni böyük məbləğlər olan da olur. Misal üçün mən burada birini göstərim. Baxın, gördüyünüz kimi 15 manat bir adamdan mən burada qazanc əldə etmişəm. Yəni bu 15 manat nəyə əsasən gəlib? Yəni mənim YouTube videomu izləyərək hansısa bir məhsulu aldıqda bu 15 manat birbaşa sizin balansınıza oturur. Baxın, gördüyünüz kimi burada məndə yazılıb 1 gün içində aktarın. Yəni 1 gündən sonra, bu genəlliklə 3 gün olur. Məndə indi 2 gün keçib. 1 gündən sonra həmin bu məbləğ mənim balansıma oturacaq. Məhz söhbət buradakı qazanclar bölməsinə. Burada gördüyünüz kimi gətirdiyim dəvətlər bu şəkildə, bu bəzən dəyişkənlik göstərə bilər. Əgər xarici ölkədən bir istifadəçi sizin linkinizə klik elədisə, bu məbləğ dəyişə bilər. Azərbaycandakı qazanclar 2 manatdan başlayır dostlar. Baxın, bu şəkildə Temunun ortaqlıq proqramı dəvətlə. Yəni bu 60 gün ərzində bura vaxt qoyur. Amma məsəl üçün buradakı istifadəçinin baxın, gördüyünüz kimi birbaşa hansısa məhsul sifariş verib. Yəni mənim linkimdən daxil olub, belə deyək dostlar, gedib hansısa bir məhsulu sifariş verib və yaxud da onun gətirdiyi, bu proqramı qoşduğu adam gedib hansısa bir məhsulu sifariş verdi, yenə də sizin balansınıza oturur. Yəni mənim aldığım məlumat bu şəkildə dostlar, baxın bu şəkildə. Bunu da sizlərə izah elədiyimə görə indi keçək burada ortaqlar bölməsinə, buradakı qazanclar bölməsinə. Yəni buradakı qazanclar nəyə əsasən balansa oturur və
bu qazancları necə balansımıza çəkirik? Dostlar, bu ortaqlar bölməsi, bu satış ortağı dəvət edin bölməsinə fərqi odur ki, Temunu heç istifadə eləməyən bir insanı dəvət etsəz, yəni ilk dəfə Temunu yükləyir telefonuna, yəni hansısa bir sifariş verir. Eləsi bir adamı dəvət etdikdə adam başı 8 manat qazanc verir. Təbii ki, həmin gətirdiyiniz insan, baxın, məndən misal üçün bir ədəd adam gətirmişəm. Bu istifadəçini 8 manat ödül verir. Yəni sizə 8 manat qazanc verir. Amma nəyə əsasən verir? Misal üçün 25 gün, 30 gün verir. İndi məndə 5 gün üzərindən keçib. Əgər 30 gün ərzində bu adam sifariş versə, hansısa bir məhsulu sifariş versə, bu 8 manat qazanc sizin birbaşa balansınıza keçir. Yox, əgər 30 gün ərzində bu adam heç bir şey sifariş verməsə, bu 8 manat ləğv olur dostlar. Yəni belədir, Temunun qayda qanunu belədir. Hansısa bir məhsul sifariş verməlidir. Amma belə deyim dostlar, çox adam təzə gələn Temuya istifadəçilərin çoxusu onsuz da sifariş vermək üçün qeyd olur. Ola bilər ki, indi 30 gün ərzində hansısa bir sifariş verməsin, amma yəni siz burada daha çox insan dəvət eləyə bilsəz, 8 manatdan 10 nəfərdən belə deyək də dostlar, 5-i sifariş versə yenə də qazancdır. Yəni heç olmadan yaxşıdır. Baxın, gördüyünüz kimi burada 8 manat məndə gözləmədədir. Daha sonra əgər bu adam sifariş versə, bu 8 manat mənim indi mövcud qazancım 15 manatdır. Yəni burada sifariş verənlər olub. Bunun üzərinə əlavə olur. Çəkilmək məsələsi nədir? Yəni bu pulu necə çəkmək olur? Baxın, gördüyünüz kimi burada mən çəkmək bölməsinə basdıqda para çəkmək üçün minimum 30 manat limiti var. Yəni siz 30 manat birbaşa balansınıza oturduqda bunu siz çəkə bilirsiniz. Təbii ki, birbaşa karta çəkmək üçün PayPal hesabı istəyir. Bu PayPal da bizdə Azərbaycanda işləmir. Amma bunu siz Temu kredisi kimi birbaşa balansınıza çəkə bilərsiniz dostlar. Yəni buradakı qazancı birbaşa Temunun balansına oturur və onunla hansı məhsulu sifariş verə bilərsiniz. Amma belə bir şey də var dostlar. Onun videosunu da hazırlayacağam. Temunun balansında olan kredisini birbaşa kartınıza çəkmək. İndi bilmirəm buradan gələn qazancları onu açıqcası yoxlamamışam. Birbaşa karta göndərmək olur ya yox. Onu da sizlər üçün video halında hazırlayam. Amma bunu siz Temun balansına çəkə bilərsiniz dostlar. Həmçinin buradakı satış ortaqlığı bölməsindəki mövcud qazanclar da fərqlidir. Buradakının da ki bu çək bölməsinə klik eləyərək Temunun balansına köçürdə bilirsiniz dostlar. Dostlar, ümid edirəm ki, bu Temu Affiliate proqramının qazanclar haqqında kifayət qədər məlumat verə bildim. Qeyd edeyim ki, baxın burada unutmadan 20% komisyon deyir. Yəni bu əgər YouTube-dan, TikTok-dan gətirdiyiniz istifadəçilər hansısa bir məhsul alsa, 20%-ə qədər komisyon verir. Baxın burada gördüyünüz kimi. Qeyd edeyim ki, bu linkləri də necə paylaşırıq? Gəlmişkən onu da göstərim videoda. Baxın, əgər satış ortaqlığı proqramına hansısa bir dostunuzu qoşmaq istəyirsə, qazanmaq üçün dəvət et bölməsinə klik edir. Kod şəklində də verə bilərsiniz. Hansı ki, o həmin Temu proqramına kod çəkdir. Adətən bu çətin olur və yaxud da birbaşa bağlantını da göndərə bilərsiniz. Buradan bağlantını kopyalayırsınız dostlar. Hansısa bir video çəkirsiniz və yaxud da hansısa bir sosial şəbəkədə atıram Instagramda bir göndəri paylaşırsınız. Onun altına bu kodu yapışdıra bilərsiniz. Yəni Affiliate proqramı haqqında məlumat verə bilərsiniz. Burada sosial şəbəkələr mövcuddur. Həmçinin ortaqlar bölməsində də burada qazanmaq üçün paylaş bölməsinə basaraq bunu paylaşa bilərsiniz və yaxud da burada gördüyünüz kimi fərqli kuponlar var. Bunları da siz dostlarınıza paylaşa bilərsiniz. Yeni gələn, bunlar adətən yeni gələn istifadəçilərə görə olur dostlar. Yəni bunu qeyd edeyim. Bu ortaqlar proqramına aid olan qazanclar fərqlidir. Yəni bura sırf təzə istifadəçilər üçün nəzərdə alınıb. Misal üçün siz gətirdiyiniz bir istifadəçi, əgər köhnə istifadəçidirsə, buradakı qazanclardan siz yararlana bilmirsiniz. Misal təzə istifadəçi olanda o həmin proqrama daxil olub, buradakı kodu yazsa, həm o 150 manatlıq kupon paketi əldə etmiş olur, həm də siz qazanmış olursunuz. Bax, belə bir faydası var bu Affiliate proqramının. Burada populyar ürünlər var dostlar. Bunun haqqında da biraz danışım. Bunun haqqında da məlumat verim sizlərə. Hansı ki video çəkmisiniz və misal üçün hansı bir məhsulun incələməsini edirsiniz. Burada ayaqqabı var, fərqli bir kamera var. Burada gördüyünüz kimi komisyon oranları var. Yəni siz bunu hansısa məhsulu həmin gətirdiyiniz, yəni Affiliate proqramı qoşduğunuz adama bunu aldıra bilirsiniz. Buradakı komisyonlardan əldə etmiş olursunuz. Baxın, gördüyünüz kimi burada komisyonlar var, fərqli aldıranda sizin balansınıza bu komisyonlar oturur dostlar. Veri mərkəzi bölməsində də yəni gətirdiyiniz insanların məlumatlarını verir dostlar. Qrafikinə baxa bilirsiniz. Elə bir böyük bir şey yoxdur bu şəkildə.
Mən də burada hesabımı bu şəkildə qeyd edim ki, linkini də əlavə edəcəm. Mənə dəstək olsa sevinərəm dostlar. Birbaşa o linkdən də bu Aflito proqramına qoşula bilərsiniz dostlar. Təqdim etdiyi Fikirli kanalına xahiş edirəm dostlar, kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, Temu ilə bağlı, Trendyol ilə bağlı və fərqli faydalı videolarla sizlərin qarşısında olaq.